Rusiyanın Udmurtiya Respublikasının Votkinsk şəhəri dron hücumuna məruz qalıb. Today Press TV xəbər verir ki, bu barədə Telegram kanalları məlumat verib. Şahidlər Telegram kanallarında azı 3 partlayışın olduğunu yazırlar. Sosial şəbəkədə yayılan kadrlarda göstərilir ki, zərbələr İskəndər əməliyyat taktiki raket komplekslərinin istehsal edildiyi Votkinsk zavoduna endirilib. Regional Səhiyyə naziri Sergey Baginin sözlərinə görə dron hücumu nəticəsində 11 nəfər yaralanıb. 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İkisinin vəziyyəti orta, birinin vəziyyəti ağırdır. Daha 8 yaralı həkimlər tərəfindən müayinə edilib və ambulator müşahidə üçün buraxılıb. Bir sıra Ukrayna kütləvi informasiya vasitələri iddia edir ki, hücumun hədəfi Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən və uzaq mənzilli ballistik raketlər üçün mühərriklər istehsal edən Votkinskdəki maşınqayırma zavodu olub. Eyni zamanda bildirilir ki, zərbə zamanı pilotsuz uçuş aparatları deyil, Flamingo qanadlı raketdən istifadə edilmiş ola bilər.